Salam aleyküm Ayazı. Xeyirli olsun. Deməli yandırdıq. Maşallah işləmələrinə söz yox. Bunu deməli təndir kimi istifadə edəndə odun atılır içinə. Bunu 300-ə qədər qızdırmaq lazımdır. Biz indi bunu atmışıq. Yəni tam elə qızmayıb. 300-ə qədər, 250-300-ə qədər qızdırırsınız. Bu halqalar çıxır. Onun səbətləri var da, şiş də var, səbəti də var ki, ət düzülür səbətə, gedir peçin içinə. Deməli peçin içinə yandıranda bu altındakını bunu açmaq lazımdır ki, havanı çəksin. Bir də bu klapan. Uje təndir kimi ki istifadə edəndə səbəti qoyanda bu klapan bağlanılır. Bir də bu qapaq bağlanılır. Ki xod əlaqəsi kəsilir. Soyuq hava çəkməsin. Manqalı da yandırdıq. Hələ yaxşı da hava küləkdir. Hazır vəziyyətdə. İnşallah tam bitsin. Gəlib bunun aralarını şukurkalayıb lakını vuracaq. Xeyirli olsun. Balalarımızın xeyir işlərində, nəvələrimizin xeyir işlərində. İnşallah.